Allah Teala buyuruyor, mən siz məclislərinizə, toyuza, ondan məclisinizə, ihsanınıza yaxşıları çağırırsınız, yaxşı ilə oturub durursunuz. Mən isə, mən Allah hamını çağırıram, yaxşını da pisədir, mənim nəzərlərimdə pis yoxdur. Siz dəvətnamə yazırsınız, qonaq çağırırsınız toyuza plana. Mən də öz bəndələrimi qonaq çağırıram. Haçan, Ramazan ayında mən qonaq çağırıram öz bəndələrimi. Siz qonağınıza et verirsiniz, kabab verirsiniz, nə verirsiniz, dügü verirsiniz. Mən öz qonaqlarıma nə verirəm? Siz yiyənsiniz, qonağınıza da yeməli verirsiniz. Mən yiyən deyirəm, qonağıma da yemək vermirəm. Həm də dünya yeməklərim mən öz qonağıma rəva bilməyəm, onların nə şey olan şeydir. Onun ləzzəti dildən damağa çandır. 4 saatdə bədəndə qalır, sonra da fəzat olmuyor. Mən öz qonaqlarıma özümə layiq qonaqlıq verirəm. Dəvətnamə yazırsınız siz, toyda, 2 dənə də qız oğlan şikili. Mən dəvətnamə yazmışam, sizi dəvət eləyəm. Nədir mənim dəvətnaməm? Qur'an. Göndərmişəm, Ramazan ayında mənə qonaqsız. Mənim qonağımı qəbul eləyən Peyğəmbərdir, zahirən, mənəviyyət aləmində. Qonaqlarımı da yola salan Həzrəti Əlidir. Qonaq da sənsən mənəm. Gəlin gedək Allahın qonaqlığına. Allah da bizə boş qaytarmaz.